Salam, gəlin bugün beynimizin bizə oynadığı bir oyundan, reallığın necə süzgəcdən keçirdiyindən danışaq. Söhbət seçici müşahidədən gedir. Görək bu, gündəlik qərarlarımıza və həyatımıza əslində necə təsir edir? Məsələn, heç olubmu ki, yeni bir avtomobil almaq barədə düşünürsünüz və elə bil ki, bir anda həmin model hər küçədə, hər döngədə qarşınıza çıxır. Ya da müəyyən bir qrup insan haqqında bir fikriniz var və rastlaşdığınız hər kəs sanki bu fikri təsdiqləmək üçün əlindən gələni edir. Bilin ki, bu təsadüf deyil. Bunun çox sadə bir izahı var. Seçici müşahidə. Yaxşı, bəs bu seçici müşahidə tam olaraq nə deməkdir? Gəlin bu çox fundamental psixoloji meylin tərifinə bir baxaq. Deməli, seçici müşahidə əslində iki hissəli bir prosesdir. Birincisi, biz diqqətimizi yalnız və yalnız əvvəlcədən formalaşmış inanclarımıza uyğun gələn insanlara və ya hadisələrə yönəldirik. İkincisi, sonra da bu çox məhdud müşahidələrdən böyük ümumi nəticələr çıxarırıq. Yəni, reallığı olduğu kimi yox, öz inanclarımızın yaratdığı filtrdən keçirərək qavrayırıq. Amma elə düşünməyin ki, bu passiv bir prosesdir. Biz sadəcə oturub məlumatın bizə gəlməsini gözləmirik. Əsla, beynimiz dayanmadan, fəal şəkildə öz inancını təsdiqləyən sübutlar axtarır. Bu sanki daxili bir vəkilin dayanmadan öz müştərisinin haqlı olduğunu sübut etməyə çalışması kimidir. Bu prosesi üç çox sadə addıma bölmək olar. Birincisi, hər şey köhnə, mövcud bir inancla başlayır. İkincisi, biz şuurlu və ya şuursuz şəkildə bu inancı dəstəkləyən dəlilləri axtarmağa başlayırıq. Və ən kritik, ən vacib addım olan üçüncüsü, inancımıza zid olan hər şeyi, amma hər şeyi ya görməzdən gəlirik, ya da əhəmiyyətsiz bir şey kimi rədd edirik. Bu, dünya görüşümüzü qorumaq üçün beynimizin istifadə etdiyi çox səmərəli, amma eyni zamanda da çox təhlükəli bir qısa yoldur. Yaxşı, bəs fikrimizə qətiyyən uyğun gəlməyən bir məlumatla qarşılaşanda nə olur? Beynimiz çox ağıllı bir fənd işlədir. Həmin məlumata dərhal bir etiket yapışdırır. İstisna, vəssalam. Aha, bu sadəcə bir istisnadır, deyərək o ziddiyyətli sübutu bir kənara atır və bizim əsas rahat inancımızı heç bir zərər görmədən saxlayır. Nəzəriyyə kifayətdir. Gəlin indi bütün bu prosesin gündəlik həyatda, real vəziyyətlərdə necə işlədiyini göstərən konkret bir nümunəyə baxaq. Məsələn, gəlin belə bir stereotipi götürək. Artıq çəkili insanlar arıq insanlardan daha mehribandırlar. Bu inanc bizə uşaqlıqda ailəmizdən, ətrafımızdan, hətta baxdığımız filmlərdən belə keçə bilər. Beynimizdə bu fikir bir dəfə kök saldıqdan sonra biz artıq fərqində olmadan dünyanı məhz bu qaydanı təsdiqləyəcək şəkildə görməyə başlayırıq. İndi baxın, bu cədvəldə hər şey necə də aydın görünür. Əgər bu inanca sahibsinizsə, artıq çəkili insanlara baxanda gözünüz avtomatik olaraq onların gülümsəməsini, gülüşünü, mehriban davranışlarını tutur. Çünki bu sizin gözləntinizə uyğundur. Amma onların ciddi, hətta qəzəbli olduğu anları beyniniz sanki görmür. Tam tərsi də arıq insanlara aiddir. Onlara baxanda daha çox ciddi, diqqətsiz və qaşqabaqlı olduqları anları fərq edirsiniz. Əks vəziyyətlə, yəni çox mehriban bir arıq insanla və ya ciddi bir artıq çəkili insanlara rastlaşanda isə beynimiz bunu dərhal istisna qovluğuna atıb unudur. Və ən vacib məqam da elə budur ki, bütün bunlar tamamilə avtomatik, şuuraltı səviyyədə baş verir. Biz qəsdən sübut axtarmırıq. Beynimiz bunu bizim yerimizə, biz fərqində olmadan edir. Məhz buna görə də seçici müşahidə bu qədər güclüdür və ondan xəbərdar olmaq bu qədər çətindir. Yaxşı, bəs görmədiklərimiz? Seçici müşahidənin təsiri təkcə indi baş verənlərlə məhdudlaşmır. Onun yaddaşımız üzərində daha dərin, hətta biraz da narahat edici təsirləri var. Bu, bəlkə də bütün bu mövzunun ən narahat edici tərəfidir. Bu meyil təkcə indiki anı təhrif etmir. O, geriyə gedib bizim keçmişimizi, yəni yaddaşımızı da yenidən formalaşdırır. Görünür, xatirələrimiz heç də düşündüyümüz qədər etibarlı bir arxiv deyilmiş. Tədqiqatlar göstərir ki, beynimiz xatirə arxivimizdə fəal şəkildə işləyir. O, indiki inanclarımıza uyğun gələn köhnə xatirələri sanki axtarıb tapır və ön plana çıxarır. Bəs uyğun gəlməyənləri, onları ya unudur, ya da daha pisi, indiki düşüncələrimizə uyğun gəlsin deyə biraz təhrif edir, yəni dəyişdirir. Beləliklə, biz fərqində olmadan öz keçmişimizi hər gün yenidən yazırıq. Beləliklə, gəlin sonda özümüzə bu sualı verək. Əgər beynimiz dayanmadan bizim haqlı olduğumuzu sübut etməyə çalışırsa, biz bu prosesdə hansı həqiqətləri, hansı fərqli baxışları və ən əsası, hansı insanları və fürsətləri tamamilə gözdən qaçırmış oluruq? Bu barədə düşünməyə həqiqətən də dəyər.